23 oktyabr 2025-ci il tarixində Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan və Polşa Respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9-cu iclası və iclas çərçivəsində Azərbaycan-Polşa biznes forumu keçirilib. APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tədbirdə iştirak etmək üçün hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Polşaya səfər edib. Əvvəlcə nazir Kəmaləddin Heydərov və hökumətlərarası komissiyanın Polşa tərəfindən həmsədri Polşa Respublikasının İqtisadi İnkişaf və Texnologiyalar Nazirinin müavini Michal Branovski Azərbaycan-Polşa biznes forumunun açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Kəmaləddin Heydərov iki ölkə arasında siyasi əlaqələrin uğurlu inkişafının iqtisadi əməkdaşlığın da genişlənməsi üçün əlverişli imkanlar yaratdığını qeyd edib. Forumda çıxış edən Branovski Azərbaycan və Polşa arasında əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini, keçirilən biznes forumun münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, biznes forumunda Azərbaycan və Polşadan ümumilikdə 130-dan çox iş adamı iştirak edib. Daha sonra Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 9-cu iclası öz işinə başlayıb. İclasda çıxış edən komissiyanın Azərbaycan tərəfindən həmsədri Kəmaləddin Heydərov Azərbaycan-Polşa münasibətlərinin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını xatırladıb. İki ölkə liderləri arasında keçirilən səmərəli görüşlərin və mövcud qarşılıqlı etimadın ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin daha da inkişafı üçün möhkəm əsaslar yarattığını bildirib. İclasda komissiyanın Polşadan olan həmsədri Michal Branovski ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin hazırki vəziyyətindən məmnunluq ifadə edib və hökumətlər arası komissiya çərçivəsində səmərəli fəaliyyətdən danışıb. İclasın sonunda Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlər arası komissiyanın 9-cu iclasının protokolu imzalanıb.